Salamlar deyirəm bizimlə burada olan hamıya. Bugün Urmu gölünün qurudulma məsələsini danışırıq və yanımızda dəyərli Fərman bəy Fərzi vardı. Salamlar Fərman bəy, necəsiniz? Fərman bəy, mən birinci sualımla başlamaq istəyirəm sizə. Bir hüquqçu olaraq Urmu gölünün qurudulması haqqında nə fikirləşirsiniz? Salamlar, sayğılar hər kəsə. Urmu gölünü biz xüsusən istəsək hüquq baxımından baxaq, e, dəqiq baxmalıyıq məsələsinə. Üç variant burada var. Urmu gölü özü quruyub bir variantıdır. Urmu gölü qurudulub, yəni qurudulub deyəndə bilirsiniz, unsuru sui-niyyət gəlir, hala hüququ danışsaq. Yəni bir mücrimanə bir feil gəlir. Bu da ikinci variantıdır. Üçüncü variant da budur ki, Urmu gölü su müdiriyyət nəticəsində quruyub. Birinci variantı mən rədd edirəm. Öyle gölü öz-özünə quruyub, bəhsini istəmirəm girəm. Qalır iki variant. Urmu gölü su niyyət əsasında quruyub ya su müdiriyyət əsasında quruyub. Bunların üçün hüquqi cəhətdən bir-birindən fərqi var. Su müdiriyyətdə təxəllüf ittifaq düşür. Yəni, məsələn, bir müdürün ya hakimiyyətin hədəfi bu dəyərdir ki, məsələn, buranı gölü qurusun, gölün çevrəsində olan insanları buradan köçməyə məcbur etsin. Yaxşı. Burada idari təxəllüflər ya qəflətlər ittifaq düşür. Amma biz desək ki, yox, burada bir plan vardı, yəni bir su-i niyyət vardı, bir hədəf əsasında bir silsilə işlər görüblər ki, bunu qurutsunlar, ta hansı mücrimanə ya hansı pis niyyətlərinə çatsın. Mən bir hüquq öğrencisi olaraq əslində, ya hüquq müəllimi olaraq, o ikinci varianta əlimdə kafi dəlil yoxdur. Və hüquqi istidlallarına bəyanat verirəm şəxsən. Düzdür, məsələn, hamının bəlkə bir çox adamın xoşu gəlir ki, adam desin ki, elə budur, yaxşı. Mümkündür də budur hətta. Amma məncə hakimiyyətin durumu elə deyir ki, 15 milyon ən azı insanı bir yerdən köçürsün, ayrı bir yerdə sakinləşdirsin. Bunun lojistikinin dolar miqyasında milyardlar dolar hakimiyyəti həzinəsi var və müəyyən də mənfəəti bəyanat verirəm. O, yəni ən azı hətta məncə yəni belə bir niyyət də olsa, elə bir təvan, elə bir güc məncə mən bəyanat verirəm şəxsən. Amma o ki mənə möhrəzdir bu dəqiqə ki, sizinlə danışıram. Urmu gölü su müdiriyyət sayəsində quruyub. Urmu gölünün qurumasında müəyyən idari hakimiyyəti, təxəllüflər, müəyyən hakimiyyəti qəflətlər, bir çox, bir dənə, iki dənə də yox, bir çox amilər əl-ələ verib bu gölü bu şəraitə gətirib çatdırıbdır. Yəni, su müdiriyyət deyəndə bu dəyər ki, yox da su müdiriyyət işi, yox, su müdiriyyət belə az hüquq özü bilirsiniz. Bu həm qabili dərvaqa tərhi dəvidir, həm qabili peygiridir, həm hakimiyyət müvəzzəfdir, cübranı xəsarət eləsin. Hala bunu danışığımızın davamında mən daha da artıq açaram. Amma indilikdə mənim özümə möhrəz olan bu dəqiqə, şayət bir ay bundan sonra o üçüncü variantda mənə möhrəz olur. Bilirsiniz, üçüncü variantı qətiən rədd eləmirəm. Amma bu dəqiqə mənə möhrəz olan ikinci variantıdır. İkinci variantında da mən əlbəttə bu çox uzun söhbətdir. İki dəlillə qısaca işarə edirəm. Baxız, məsələn, bir qozarə var. Əkinçilik bizim tövsəyə və istiqlalımızın mehvəridir, yazamıdır.
Bu kökündən qələt quzarə. Amma bu quzarə, bilirsiniz, inqilabi ölkələrdə belə şeylər çox. Siz təsəvvür edirsiniz ki, məsələn, hala o Leninə mənsub bir xatirə deyirlər ki, burada sözümüzü uzadar. O Leninin bərq məsələsini mənim yadıma salır. Bilirsiniz, məsələn, inqilabın əvvəlində indi inqilabın rəhbəri ya onun yaxınlarının biri gəlir deyir ki, bizi qutaran əkinçilik. Hansı ölkədə bunu danışır? Təqribən quraqlıq və çəviri bir ölkədə. Bu sözün nəticəsi nə olur? Bu sözün nəticəsi olur yüzlər sədd. Bu sözün nəticəsi bu olur ki, Urmu gölünün çevrəsində dem əkinçilik sulu əkinçiliğə çevrilir və su ilə əkilən əkin miqyasda bəzi yerlərdə hətta 8 qat daha artıq çoxdur. Və heç də soruşmur ki, yaxşı bu su, indi biz bu suyu çəkdik bu dağlara, dərələrə, bu bağları düzəltdik, bundan qabaq hara gedirdi bu su? Bundan qabaq gedirdi Urmu gölünə. İndi də getmir Urmu gölünə. Yaxşı. Və bunun təbaatı nə olur? Biz sədlərin əyağında, farsçasına desək, payın dəstində insanlara haqq yaradırıq, xüsusi haqq yaradırıq. Yəni, insanlardan pul alırıq. Deyirik ki, mən sənə bu səddən su satıram, sən burada bağ düzəldir. Bu da gəlir, burada bağ düzəldir. Yəni, ailəsin, keçinəcəyini ondan tənzim edir. Yaxşı, indi bu haqqı da bundan geri qeydib ala bilməz. Çünki bu bağın düzəldir. Bu həyatın onunla nizamlayıbdır. İstəyirəm onu deyəm, bunu mən bir neçə şeydə özüm yazmışdım da, bir yaddaş olaraq yazmışdım da ki, Urmu gölündə bugün xüsusi haqlarla ümumi haqlar, ümumi haqq Urmu gölüdür. Bunun təqabuludur. Ya ikincisi bu ki, ələn mən burada fərz edirsiniz Urumunun ətrafında, bura İmamzada deyirlər, bəlkə 2 Təbriz yekəlikdə bir yerdir. Ən azı burada, ən azı 45-50 min villa var. İran heç yerində yoxdur. Bu həcmidə villa İran heç yerində yoxdur. 50 min villa, 50 min villanın hamamı var, istəxri var, ondan sonra havuzu var. Burada bizim qonşularımız hamısı, yəni nələ mən burada oturmuşam. Hələ bu da elə hakimiyyətin yenə bir ayrı fərhəngi baxımı ki, ona keçsək söhbət uzanar. Yəni istəyirəm bunu deyəm ki, bunlar haqlar yaradıb insanlara. İndi adam var 15 il, 20 ildir, ya 10 ildir burada villası var, evi var. Sən burada yaşır, qalır. Bunu o zaman qabağın alacaqdı, almayıbdı. Xüsusən Muşaq Həsən ağay Əhmədinəcad dövründə də dedi ki, sən mücəvviz lazımdır. Hər kəsə su lazımdır, quyu vursun, suyun götürsün. Su Allah'ındır. Hər halda istəyirəm bunu deyəm ki, indi gəlib çatmışıq bu duruma bir silsilə idarə təxəliflər, idarə qəflətlər ən azı bizə möhrəzdir və bizi gətirib çatdırıb bu duruma. Fərman bəy, bu idari problemlərdən, müdiriyyət problemlərindən danışdınız. Urmu gölünü hüquqi baxımdan necə qorumaq olar? Bu idari problemləri məsələn şikayət etmək olarmı? Onun qurudulmasını bir cürm hesab olurmu sizcə? Bəli. Ərz edir ki, biz keçən il yəni bu haqda mən bir yaddaş yazdım. Yazdım ki, biz keçən ilin, bu ya 2 il qabağındır. Hər halda mənim arşivimdə bu var. Ki, Urmu gölü üçün hətmən gərək bir silsilə hüquqi işlər görür. Və orada yazdım da ki, hər kəs bu yolda yəni istəsə bir hərəkət edir, mən də varım. Sonra elə dostlarımız sağ olsunlar o işi də gördülər. Amma mütəəssifanə bizim o hüquqi hərəkət məncə çox qeyri-hüquqi bir dəlil əsasında dayandırıldı. O da nə mənə idi? Məsələyə zinət idi. Dadqah dərvaqa bizim tərh dəvamızı rədd elədi.
Ona görə ki, siz zinəf dəyirsiniz. Yəni, məsələn, güya gərək mən gedeydim, Urmuc gölün. Buyurun, bu Şişdan Ciyə qəbaləsi mənim adımadır, ya icarə eləmişim. Təvəccühünüz nədir? Halbuki, bu bir ümumi həqdir. Ümumi həqlər üçün bizim həm əsasnamə divan ədalət idarədə də bu haqqı verib bütün insanlara, qanun əsasında da, əsli 50-də də bu haqq verilibdir ki, bütün insanlar milli ümumi haqların qabağında məsuldurlar. Məsuldurlar və zinəfdirlər. Buna görə məncə o hüquqi hərəkət qeyri-hüquqi ya qeyri-qabili qəbul bir dənə dəlil əsasında dayandırıldı. Yenə də buna davam etmək lazımdır. Bizim İranda müşəxxəsən neçə orqan və sazman var ki, suyun məsulidir. Baxız, məsələn, bizim müşəxxəsən İranda Vizarət-i Nirunun bir bölümü Sazman Ab məntəqəyi. Ki, Vizarət mətbəəsi olur, Vizarət-i Niru. İkincisi, Vizarət Cəhad Kəşavərzidir. Onun da Hozya Ab Xizdarisidir. Üçüncüsü, Sazman Mühiti Zistidir. Müşəxxəsən bu üç orqan və üç sazman gərək əlimiz onların yaxasında olan. Gərək bunlar cavab verirlər. Ondan sonra başqa orqanlar da var, Vizarət Rahat Şəhərsazı da var ki, necə mütaliə olunmamış bu gölün ortasından o yolu çəkibdir. Bunlar da var. Amma saydığım bu üç orqan məsul bilavasitədirlər. Məncə bizim yetərincə hüquqi imkanımız və ixtiyarımız və dəlilimiz var. Sazman və orqanlar dediniz ki, qanuni olaraq bizim həqqimiz də var, dəlilimiz də var ki, Urmu gölü məsələsini danışaq və hökumətə aparaq. Sizcə İran qanunları içərisində təbiəti qorunmaq mümkünmü? Bilirəm, bunu Urmu gölü barəsində dediniz ki, mümkündür. Ancaq bu orqanlarla yola çıxaraq və çevrə mühit haqlarını qorumaq sizcə nə cür ola bilər, nə cür mümkündür? Baxız, bizim dərd odur ki, bizim qanun sarı çoruq çəkmirik ki, ittifaqa mən bizdə əksinə qanunun çoxluğudur ki, qanunun icra olmanın qabağını alır. İranda bugün 11.000, baxız, bu sözün müstənəd danışıram sizə. 11.000-ə yaxın bizim qanun və müsəvvəbə dərhal icra vardır. Yəni, bəlkə dünyanın heç yerində bunun yarısı canlı yox. 11.000 maddə danışmır, amma 11.000 qanun. İndi gəlsək biz bunu, siz özünüz də hüquq oxumusunuz, əgər silsilə məratibi qanunla bunu danışsaq, bir, anayasa qanunu əsasımızda bəli, bu məsələ gəlibdir. Özəlliklə əsli 50-də gəlibdir. Sonra gəlirik, deyirik ki, ikinci, 11.000-ə yaxın qanun və müsəvvəbə var. Dəhşətdir bu. 11.000 qanunu nə heç bir qazi, nə heç bir vəkil, nə heç bir hüquq ustası eləyə bilməz əhatəsi olur. Hələ bu qalsın bir yanda. Bizim anayasamızda özəlliklə əsli 50-də mühit-i zist məsələsi vurğulanıbdır və orada bir ümumi təklif kimi həm hakimiyyətin, həm millətin üzərinə qoyulur. Bəs bu burada var. İkinci, bizim beynəlmiləli sənədlərdir. Hala beynəlmiləli sənədlərdə mən yeri gəlmişəm, burada bir izah edirəm. Bilirsiniz, bizim hüquq bəşərdə bizim buracan iki silsilə sənədlər var. Birinci nəsl, istilahən biz deyirik azadi, mənşur sazmanı miləldir və Elamiyyə Cahani hüquq bəşər. İkinci nəsl hüquq bəşər biz deyirik bərabəri, misaqeynidir və bir para sənədlər. Üçüncü nəsl hüquq bəşər, əgər, yəni mütəəssifانه bu dəqiqəyəcən hələ dərvağı təsvib olub və icrayı olunur. O olsa çox qiyamət olardı. Üçüncü nəsl xüsusən mühit-zistdə, üçüncü nəslə qardaşlıq hüququ da bəradəri deyirlər. Yəni, məsələn,
fərz ediniz mənə bu haqqı verir, 3-cü nəsil hüquq bəşər, mənə bu haqqı verir ki, mən Urmiyədə gedəm Dadqüstəridə Berezilin rəis cumhuruna əleyhinə şikayət edəyəm. Deyəm, Berezildə ağac kəsirlər, Kore zəminin oksijeni azalır. Ya, bu olsa dəhşət olar. Onda məsələn fərz edin, siz də eləyə bilərsiniz, məsələn, Kanadadan şikayət eləyəsə Urmuc görə qoyulur. Amma bu dəqiqə bu yoxdur. Bu yoxdur, bu deməkdir ki, qanun yoxdur. Yaxşı, bəs bizim anayasamız var. Anayasa bu haqqı bizə verir. Və bu təklifi verib, təklif də haqsız ola bilməz. İkinci, bizim beynəlməli sənədlər var. Mühitizist barəsində. O öz yerindədir. Üçüncüsü, bizim adli qəvanunumuz var. Adli qəvanunumuz, baxın, bizim qanun mühitizist varımızdır. Ondan sonra qanun abkizdarı varımızdır. Cəngəl hava məratib varımızdır. Ondan sonra buna özəl ayinnamələrimiz varımızdır ki, müşəxxəsən Cahad Şişavərzidir, Sazman Mühiti Zistdir və Vizarət-i Nirudur. Bu qanunların çərçivəsində əməl edir. Qaldı ki, biz adlı insan olaraq eləyə bilirik, aya şikayət eləyək, əlimizdə müstənədi qanunu var. Onu hala, yəqin ki, bizim bu danışığımıza hüquqçular da baxacaq. Mən hüquqçu dostlarımıza ərz edirəm ki, bu var. Bu haqq bizə hardan gəlir? Əsasnaməyə Divan Ədalət İdarədən gəlir. Mənim xahişim budur ki, o əsasnamədən qəflət olunmaz. Əsasnaməyə Divan Ədalət İdarə və qanun əsasının sonuncu əsrləri ki, Divan Ədalət İdarənin barəsindədir. Bütün insanlara bu haqqı verib ki, orqanhay dövlətinin təxəllüfündən bəxşinamə-hay xilafı qanununun şikayət eləsin. Divana şikayət eləsin. Binabərin bizim hüquqi cəhətdən bu var. Hərçənd dedim, bir dəfə imtahan eləmişik, qeyri-hüquqi, məncə həddəqəl məntiqi hüquqidən uzaq bir dəlillərə görə rədd ediblər. Bu dəvanı rədd ediblər. Bəli, bu demək deyil ki, çünki bir dəfə rədd olub, yenə bu işi görmək olmaz. Məncə bu hozada boşluq var və gərək bizim hüquqçularımız, ki mən özüm də hazıram bunu əlbəttə, boşluqları dolduraq. Çox təşəkkür edirəm Fərman bəy, vaxt ayırıb bu dəyərli hüquq baxış açısından bilikləri bizimlə paylaşdığınız üçün. Sağ olasınız, təşəkkür.